Sən məni elə bil atdan yuxarı götürəcəkdin. Sən niyə? Mən getdikcə sən də get standartda. Potomda səhv dedim yenə. Səhv adayız. Yenə mən, yenə Ramazan bəy Badamdaqda ideal biznes təklifi. Və bu gördüyünüz iki yan-yana villalar əslində villa deyil. Bura apartman tipli villalardır. Gəlin sizləri apartmanımızla tanış edin. Bura hazır biznesdir. İstəsəniz otel kimi, istəsəniz apartman kimi işlədə bilərsiniz. Buranın sizə cəmi birinci mərtəbəsində bir otağını göstərəcəm, bir mənzilini daha doğrusu göstərəcəm ki, hər birinizin nəzərində olsun. Gəlin zəhmət olmuş. Bura apartmanımızın birinci mərtəbəsidir. Apartmanımız 4 mərtəbədən ibarətdir. Gördüyünüz kimi lifti mövcuddur hər apartmana və ən əsasında -1-ə qədər düşür. Bəli, apartmanımızın özünə məxsus parking hissəsi və əlbəttə ki, su anbar hissəsi belə mövcuddur. Bura bizim birinci mərtəbəmiz və birinci mənzilimizdir. Gördüyünüz kimi, bura bizim xuna hissəmiz. Bütün mebellərlə təchiz olunmuşdur. Hər mərtəbədə, hər otaqların özünün kondisioner və sanuzel hissələri mövcuddur. Bura isə yataq otağı hissəmiz. Zal hissəsi. Başda göründüyü kimi lift hər bir mərtəbəyə qalxır. Hər bir mərtəbəmizdə 2 mənzil mövcuddur. Suyu, qazı, işığı, sayıracıları mövcuddur və hər biri də ayrı-ayrıdır. Heç biri birləşik deyil. Ramazan bəy zəhmət olmasa buranı da çəkin, dəyərli izləyicilərimiz mənzilləri daha yaxından tanısınlar. Gəldim. Və dəyərli izləyicilər, bura gördüyünüz mənfi bir geniş bizim parking hissəmizdir. Və Ramazan bəy buranı geniş götürək ki, izləyicilərimiz buranı görsün və su çənlərimizi zəhmət olmasa çəkək. Bunlar bizim əlavə apartman üçün quraşdırılmış yekə su çənlərimizdir. Buranın -2 zonası da var, lakin ora lift düşmür. Ora isə bizim geniş ambar hissəmizdir. Villaların hər birinin özünün xubca çıxarışı mövcuddur və bu iki villanı alana bu böyük torpaq ərazisi üzərində pay veriləcək. Və orada gördüyünüz torpaq ərazisi çox bərəkətli torpaqdır. Orada nə əksər, meyvə ağacları, çiçəklər, hər birinin bəhrəsini görəcəksiniz dəyərli izləyicilər. Haşim, Ramazan bəy, gəlin buradan bu gözəl möhtəşəm mənzərəni çəkəsiniz. Getdik. Mənim təqdimatımı boş verir. Sən bu mənzərəni çək. Daha ətraflı məlumat üçün mənimlə əlaqə saxlayın.